Salam əziz izləyicilər, bugün biz sizinlə say sistemləri bölməsinin belə bir maraqlı sualına baxacağıq. Bizə 3AF 16-lıq ədədi verilib, yəni 16-lıq say sistemindən söhbət gedir. Deyir, bunu x ikilikdə ifadə edin. Uşaqlar, əvvəlcə ikilik say sistemini xatırlayaq. İkilik say sistemində ən kiçik rəqəm 0, ən böyük rəqəm isə 1-dir. Say sisteminin əsası say sisteminin tərkibinə daxil deyil. Yəni, maksimum ikilik say sistemində 2 rəqəmdən istifadə olunur. 0 və 1-lərdən. 16-lıq say sistemində isə ikilik say sisteminə keçmək üçün 8, 4, 2, 1 qaydasından istifadə edəcəyik. Uşaqlar, əvvəlcə biz 16-lıq say sisteminə xatırlatma eləyək. 16-lıq say sistemində 0-dan 9-a qədər rəqəmlərdən, ondan başlayaraq isə Latin əlifbasının böyük hərfləri ilə işarə olunur. A-mız 10, B-miz 11, C-miz 12, D-miz 13, E-miz 14, F-miz isə 15-i bildirir. 16-lıq say sisteminin tərkibinə 16 özü daxil deyil. Uşaqlar, 8, 4, 2, 1 qaydası nədir? Birinci yerdə dayanan rəqəmimiz 3-dür. 8, 4, 2, 1 qaydasında hansı rəqəmlərin cəmi bizə 3-ü verər? Təbii ki, 2 ilə 1-in. İstifadə elədiyim rəqəmlərin altına 1, istifadə eləmədiklərimə isə 0 yazacağım. İkinci yerdə dayanan hərfimiz A hərfidir. A hərfi də bilirdik ki, 16-lıq say sistemində 10-u ifadə edir. 8, 4, 2, 1 qaydasında hansı rəqəmlərin cəmi bizə 10-u verir? Təbii ki, 8 ilə 2-nin. İstifadə elədiklərimə 1, istifadə eləmədiklərimə isə 0 yazıram. Daha sonra uşaqlar 3-cü yerdə dayanıb F hərfi. F də bizə bildirir 15-i. 15-i 8, 4, 2, 1 qaydasında təbii ki, hansı rəqəmlərin cəmi verəcək? Hamısını. Ona görə hamısına istifadə etdiyim üçün hamısına 1 yazacağım. Və aldığım rəqəmləri ardıcıl düşsəm 0, 0, 11, 10, 10, 11, 1, 1. İkilikdə almış olaraq. Bu da A bəndindədir. Doğru cavab A.